24 il. Özünüz haralsı? Elə hə, siz özünüz unutmaqlısınız. Bizim yer yaxşı yerdir yaşama, her şey zordur. Ama bu yol yazda anamızı ağlasın. İnsanlar niyə o qədər uzaqlıqda məskən salıblar? O vaxtı bu şehir Şamlı'nın dövründe hani bir tane özür çalıntı. Türküler de gidip orada çalıştı. Sakit yerdi, yaxşı yerdi. Çünki ambulans da işləyə bilmir. Neyle geldi? Sizə məsuliyyətiniz çoxdur. Həm insan daşıyırsan da Evet. çox təhlükəli yollarla insan daşıyır. Allah sizin canınızı sağ eləsin. Dağların arxa tərəfi Dağıstandır. Bəli, dağların o üzündə Dağıstan uzanır. Bu tərəfdə isə Zaqatala, Saxur millətinin qədim yurdu. Təsadüfi deyil. Bu dağlar sərhəd yox, tarixdir. Dilləri, adətləri, qonaqpərvərliyi bir-birinə bağlayan yaddaşdır. Eyni millət, fərqli dövlətlər. Bir eski rahat olacak. Əvvəllər insanlar oradan gedib gəlirmiş və yumurta sarısı ilə. Evet, dağılmır. Bəli, hal-hazırda Cimcimaq kəndindəyik. Buranı da kəşf eləyək, baxaq. Mənim özümə çox maraqlıdır. İlk dəfə də yəni dağlara bu qədər yaxındakı bir kəndə gəlirəm. Çəkək, sizə də göstərək, özümüz də görək, danışaq. Bu kənddə əsas məşğuliyyət arıçılıqdır. Ardınca maldarlıq gəlir. Ərzaqları isə əsasən özləri təmin edirlər. Pomidor, xiyar, kartof və daha nələr. Şəhərdən gətirdikləri sadəcə unla şəkərdir. Qalanın torpaq verir, zəhmət yetirir. Yani babamın babası da burada dünyasını değişir. Babanızın babası. Babanın babası.